Herkese salam. Bugün sizinle birlikte 5. sınıf İngiliz dili sayfa 36 ve 37 işleyeceğiz. Gelin başlayalım. Birinci. Look at the text and the image and answer the question. Check the correct answer. Aşağıdaki verilmiş tekste bakın ve bakın ve sonra suala cevap verin. Bakın ki düzgün cevap verirsiniz. Yani düzgün cevapları seçin. Gelin suallara baxaq. What type of text is this? Bu hansı tür bir textdir? Blok yani hansı tür bir yazıdır? Blok yazısıdır mı yoksa bir e, bir birbirlerine yarışma proqramında diyalogdur? Gördüğümüz kimi burada bir diyalog yoxdur. Çünki ancaq tək kişi danışır. Onun üçün bu bir blok olacaq. 2. What is the topic of the conversation? Bu danışmaq nə haqqındadır? Gördüğümüz gibi bu Jacob'un evi hakkındadır. Onun evinde neçə otaq var, nə var vesaire. İndi gəlin ilk öncə tərkibimizə qulaq asaq və sonra mən oxuyum, tərcümə edeyim. Hi, I'm Jakob. I'm from Norway. I'm 11. This is my home. It's different. It's a stilt house. There's one bathroom and it's small. There are 3 small bedrooms. My favorite place is my bedroom. It's not big, but it's awesome. There's a bed and a table and my cell phone. There isn't a yard, but there's a place for my bike. My bike is my favorite thing. My family's favorite place is the living room. It's big and modern. There's a kitchen and a dining room in one room. It's small and old, but very nice. My friend Philippe is in the dining room. Today, there aren't any hamburgers, but there is pizza. Yummy! Where are you from? Is your home different? Oxuyub qurtardığımıza görə gəlin başlayaq. Salam, mən Jacobam. Mən Norveydənəm. Mənim 11 yaşım var və bu mənim evimdir. Bu fərqli görsənir. Bu amma fərqli görsənsə də hələ də bir evdir. Burada ancaq bir dənə bir dənə tualet var. Və burası çox balacadır. Burada 3 dənə kiçik yataq otaqları var. Mənim ən sevdiyim yerim isə yataq otağımdır. Orası böyük deyil, amma çox mükəmməldir. Burada bir yataq var və bir masa və mənim telefonum. There isn't a yard. Burada həyat yoxdur. Amma burada mənim velosipedim üçün bir yer vardır. Mənim velosipedim mənim ən sevimli əşyamdır. Mənim ailəmin ən sevimli yerləri living room'dur. Yəni qonaq otağı. Burası çox böyük və moderndir. Burada mətbəximiz də var və yemək otağımız da. Yəni burada mətbəximiz və yemək otağımız bir otaqdadır. Burası balaca və köhnədir, amma olduqca gözəldir. Mənim dostum Filip isə indi yemək otağındadır. Bugün heç bir hamburger olmayacaq, amma bugün pizza olacaq. Çox dadlı. Bəs sən özün hardansan? Sənin evin fərqlidir. Oxuyub tərcümə etdiyimizə görə gəlin ilk öncə başlayaq. Read and listen to the text. Complete the chart about Jacob's home with the correct number. Burada deyir ki, Jacob'un danışdıqları haqqında ikinci tapşırıqda məsəl üçün neçə dənə yemək otağı və yemək otağı və mətbəx var. Gəlin baxaq. Oxuduğumuz kimi bir dənə kitchen, bir dənə də bathroom, sonra isə 0 yard, sonra isə bir dənə living room və 3 dənə də bedroom. Yəni o evdə bir dənə mətbəx, bir dənə tualet, bir dənə 0 yard, yəni həyətlər yox idi, bir dənə yemək otağı və 3 dənə yataq otağı var. Gəlin keçək 3-ə. Read the text again and answer the questions.
Mətni yenə oxuyun və cavablandırın. Biz daha yenidən oxumayacağıq, ancaq cavab verəcəyik. Where is Jacob from? Jacob adamdır. O Norveydəndir. How old is he? He is years old. Onun 11 yaşı var. Jacob'un ən sevimli yeri nədir? His bedroom. Onun yataq otağı. What is Jacob's favorite thing? Jacob'un ən sevimli əşyası nədir? Onun ən sevimli əşyası his bike'dır. Yəni onun velosipedi. His bike. What is his family favorite place? Onun ailəsinin ən sevimli otağı nədir? Hansıdır? Living room. Yəni qonaq otağı. Philip kimdir? Philip is Jacob's friend. Philip Jacob'un dostudur. Məsələn, buraya verib təsdiq və inkar. Təsdiqdə there is kitchen olacaq. Bu da mətbəx fəalidir. Amma inkarda isə there isn't a yard. Burada bir həyat yox idi. There three bedrooms. Burada 3 tane yataq otağı var idi. Və burada yazılır ki, there aren't any burger. Və burada yazılır ki, orada heç bir burger yox idi. İkinci, choose the correct words. Düzgün olanları seçin. Gəlin başlayaq. My house is nice. Mənim evim gözəldir. There are two bedrooms. Burada 2 yataq otağı var. Burada there istifadə olunur çünki 2 idi. Yəni cəmdədir. And there are two bedrooms for my family. Burada isə there yenə olacaq. Çünki burada 2. 2 də cəm sayılır. There is a living room. Burada isə bir dənə yemək otağı var. Yemək otağı tək olduğu üçün there seçdik. But there isn't a dining room. Burada isn't seçəcəyik. Çünki dining room, yəni yemək otağı təkdədir. There isn't a yard. Burada bir həyat yoxdur. Yard da təkdə olduğu üçün belə yazdıq. Sonra isə my bike is my bedroom. Mənim velosipedim mənim yataq otağımdadır. My favorite place is the kitchen. Mənim ən sevimli yerim mətbəxdir. But there aren't any pizza today. Amma bugün burada heç bir pizza yoxdur. Gəlin üçüncü tapşırığa keçək. Look at the horse and complete the sentence with there isn't, there and there aren't. Bu da verilmiş sözlərlə cümlələri tamamlayın. Gəlin baxaq. There is a living room. Burada bir qonaq otağı var. Gördüyümüz kimi burada bir qonaq otağı var. İkinci. There is two bedrooms. Burada 2 yataq otağı var. Bəli, düzdür. Burada 1 və 2 yataq otağı var. Bu da olacaq there. Üçüncü. Any people in the house. Deyək ki, evdə adam var. Amma gördüyümüz kimi evdə bir dənə adam yoxdur. Yazacağıq ki, there aren't any people. Burada heç bir adam yoxdur. Sonra 4. A dining room. Gördüyümüz kimi burada bir yemək otağı var. Onun üçün yazacağıq ki, there is a dining room. Burada bir yemək otağı vardır. There is a dining room. 5. A bathroom. Gördüyümüz kimi bir tane tuvalet vardır. Onun üçün yazacağıq ki, burada there is yazacağıq. There is. Və sonunda görürük ki, 2 mətbəx. Gördüyümüz kimi burada ancaq bir dənə mətbəx var. Onun üçün yazacağıq ki, there isn't two kitchens. Burada 2 yataq, yəni 2 mətbəx yoxdur. Work in Paris. Give information about your house. Birlikdə işləyin və öz eviniz haqqında deyin. Bu sizin öz sinif başlanğıcında edəcəyiniz işdir. Bir-birinizə evinizdə neçə otaq, məsələn, neçə yataq otağı, neçə mətbəx otağı ya da neçə dənə qonaq otağınız olduğunu deyəcəksiniz. Təbii ki, ingilis dilində.
Bugünlük bu qədər. Bugün sizinlə səhifə 36 və 37 işlədik. Gələcək videolarımızda görüşmək ümidi ilə. Hələlik.